Salam hörmətli tamaşaçılar. Bir verilişlə daha sizinləyik. Bugünkü qonağımız gənc ifaçı, Azərbaycan muğam müsabiqəsinin qalibi Mirələm Mirələmovdur. Salam, xoş gördük Mirələm. Salam, xoş gördük. Təşəkkür edirəm ki, dəvət eləmisiniz, mənə minnətdaram. Sizi yaxından tanıyaq. Mirələm Mirələmov necə birisidir? Mirələm Mirələmov sadə, mehriban bir insandır. Vətəninə bağlı, millətinə bağlı bir insandır, vətənpərvər bir insandır. Musiqi ilə bağlı maraq sizdə hardan yarandı? Əslində, lap uşaq yaşlarından musiqiyə maraq olub deyəndə, yəni səsim olub, sadəcə onun fikirləşməmişəm ki, mən məsələn gələcəkdə ifaçı olaram, oxuyan olaram. Prosta səs olub, özüm üçün zümzümə eləmişəm, lap uşaq yaşlarında, 8-10 yaşlarında. Sonra zaman keçdikdə, vaxt keçdikcə, sonra evdə biliblər ki, səs var. Bir neçə il ondan sonra musiqi məktəbinə girmişəm və sonralar texnikum oxumuşam. Bakıda Asə Zeynal adına musiqi kollecini bitirmişəm. İndi də hal-hazırda Milli Konservatoriyada təhsil alıram, 4-cü kursdayım hal-hazırda. Və müəllimim də Arif Babayevdir, Respublikamızın xalq artisti. Və ondan öncə də müəllimlərimi qeyd eləsəm, yəqin ki, qeyd eləməsəm qüsur olar. Çünki onların əziyyəti, indiyə qədər onların əziyyəti ilə biz sənətdə irəliləyirik. Respublikamızın xalq artisti Zabit Nəbzadə olub və dünya şöhrətli Alim Qasımov olub, mənim müəllimlərim. Və sənətin sirlərini onlardan öyrənmişəm. Buradan da öz minnətdarlığımı, təşəkkürümü bildirirəm ki, əziyyətlərini halal eləsinlər bizi kimi tələbələrin üzərində. Gənc yaşda şöhrət qazanmaq güman ki, qürur vericidir. Bunu kimə borclusan? Hər şeydə biz Allahımıza borcluyuq. Çünki bir insan üçün nə xeyirlidirsə, nə həm xeyir olur, həm ziyan olur, onu Allah qismət eləyir. Əziyyətin olursa, düzgün yoldasansa, Allah Teala da sənə düzgün yol göstərir. Sözsüz ki, düzgün yol da var, əyri yol da var. Onu sən özün seçməlisən və həmişə biz Allahımıza borcluyuq və valideynlərimizə bizə doğru yol göstərən dostumuzda, tanışımız, eləcə də ustadlarımıza borcluyuq. Örnək aldığın, sənə istiqamət verən sənətkarlar hansılardır? Lap uşaq yaşlarında istiqamət var da, musiqiyə yönəlmə istiqaməti var, onu necə qavrayacaqsan. Birinci, mən deyərdim ki, bünövrə odur. Yəni, orada nə öyrəndin, bünövrə necə quruldu, sən o istiqamətində gedirsən. Mən müəllimlərim uşaq yaşlarında olub, mən uşaq yaşlarında olanda müəllimlərim Habil müəllim olub, Zar müəllim olub. Onlar mən sözsüz ki, doğru yol göstəriblər və buradan da onlara təşəkkür bildirirəm. Eləcə də ustadlarıma bəhq qeyd elədiyim kimi. Bildiyimiz kimi, muğam Azərbaycan musiqisinin ən ağır janrıdır. Bəs siz necə oldu ki, məhz muğamı seçdiniz? Valla bu janrı seçməkdə, yəni biz lap uşaq yaşlarında, mən evdə eşitdiklərimi bilirəm də, eşitdiklərimi deyirəm. Uşaq yaşlarında bizə köhnə lent yazıları olardı. Məsələn, biz onlara qulaq asardıq. Dünyasını dəyişmiş ustadlarımız var. Yaqub Məmmədovdur, Mütəllim Mütəllimovdur, Yavər Kələntərlidir, xanəndələrdən. Sonra adını çəkə bilmədim, yadımdan çıxanlar. Yəni, bunların lent yazılarına qulaq asmışam. Ola bilsin, onların o ruhu, necə deyirlər, avazları insanın beyninə hopur, ruhuna hopur və insanda, nə bilim, bir də ki, belə bir şey var da, səsin nə formadadsa, sözsüz ki, yəqin ki, o formada ifa eləməlisin. Onu artıq, yəni mən durub estrada ifa eləyə bilmərəm. Estrada ifa eləsəm də özüm üçün, məsələn, zümzümə elə bilərəm də, 1-2 mahnı belə. Yəni, onu da ki, özümkiləşdirib oxuya bilərəm. Çünki məndə xalq üslubundadır, milli üslubdadır, onun üçün mənim ruhuma boxub da, yəni. Karyeranın dönüm nöqtəsi nə oldu? Tələbə olan vaxtları 2004-2008-ci illərdə mən Asə Zeynal adına musiqi kollecində oxumuşam. Yəni, o illərdə, lap sonuncu kursda ustad dərsləri oldu. Elə bil, hər ustadın necə dərs keçdiyi prosesi, onu çəkirdilər. Necə dərs keçirilirsə, yəni onu tamaşaçılara elə bil göstərdilər. Bu da elə bil ki, həm mənim Zabit müəllimin ustad dərsində olmuşam, həm də Alim Qasımovun. Onlar hər ikisi mənim ustadlarımdır.
2007-2008-ci illərdə olmalı idi. Elə bir ustad dərsləri oldu televiziyada. Ad çəkə bilərəm yoxsa? Hə, ictimai televiziyada ustad dərsləri oldu. Yəni oradan başladı bir neçə lent oldu. Yəni bir neçə dərslər oldu ki, mən orada oldum. Mirəlim, muğam televiziya müsabiqəsi sənə nə qazandırdı? Televiziya muğam müsabiqəsinə 2011-ci ildə başladı. Seçimlər rayonlardan seçirdilər də. Hər kəs hansı rayondansa, yəni o rayona gəlirdilər, oradan seçim olurdu. Mən də Şirvan bölgəsindən, Şamaxıdan olduğum üçün orada da həmin birinci tur orada keçirildi. Orada da dəyərli ustadlarımız Arif Babayev, Nadir Axundov, Səkinə xanım İsmailova, Mənsur müəllim İbrahimov seçim turuna gəlmişdilər Şamaxıya. Birinci turdan oradan məni seçdilər. Sonra ikinci tur Bakıda oldu. Oradan da seçdilər, 20-liyə düşdüm. Sonra Allah qismət elədi, 2011-ci ildə mən o müsabiqənin qalibi oldum. Qaliblərdən mənim sənət dostlarım Səbinə Ərəbli idi birinciyə çıxan məndən və Kamilə Nəbiyeva, gözəl ifaçılardır bunlar. İkinci yerə çıxmışdı Məmməd Nəcəfovla birlikdə. Və üçüncü yerdə Aris Hüseynov və Nigar Şabanova. Finalda 6 iştirakçı oldu. Biz bilirik ki, hər yarışmada rəqabət olur. Bəs bu yarışmada rəqiblərinizin içərisində sonradan dostluq etdiyiniz insanlar olub? Sözsüz dostluq elədiyim, demək olar ki, yoldaşlıq elədiyim müsabiqə edən uşaqların əksəriyyəti ilə dostluq, yoldaşlıq edirik, yaxşı mənada, yəni yaxşı dostluq edirik. Yəni hal-hazırda da yoldaşlığımız, dostluğumuz davam edir. Gənc ifaçı olduğunuz üçün hələ sizin karyeranız üçün etmək istəyəcəyiniz şeylər qarşıdadır. Yəni bunun üçün kifayət qədər zamanınız var. Bəs edəcəyiniz işlərin içərisində xaricdə muğamı təbliğ etmək kimi bir planlarınız varmı? Sözsüz, yəni bizim üçün dövlətimiz elə bir şərait yaradıb ki, həm müsabiqələrlə bağlı, həm də müsabiqələr demək olar ki, 2005-ci ildən üzü bəri, yəni 2005, 2007, 2011, 2013 müsabiqələr oldu. Bu müsabiqələrdən də çox sayda muğam ifaçıları var, hamılarına maşallah gözəl ifaçılardır. Onlardan indi sənətdə əziyyət çəkənlər də olur, necə deyilir. Yəni sözümün canı var da, oradan seçilən qaliblərdən sözsüz ki, xarici səfərlərdə də olurlar. Yəni mən bir neçə ölkədə olmuşuq ki, məsələn, həm festivallar olub, həm tədbirlər olub. Yəni ölkəmizi orada layiqincə təbliğ eləməyə, yəni layiqincə biz onu çalışırıq ki, bizim üzərimizdə olan öhdəliyi layiqincə biz orada ifa eləyək və biz bu sahədə öz dövlətimizə, necə deyilir, minnətdarıq ki, təşəkkür edirik ki, bizim üçün belə bir şərait yaradıblar. Karyeranda nə kimi məqsədlərin var? Valla bu sənət heç vaxt dayanmağı sevmir də. Yəni həmişə çalışırsan ki, yeni bir necə deyirlər, yeni bir xalq mahnıları, yeni bir mahnılar, lent yazıları, bizim yaddan çıxmış xalq mahnılarımız var. Yəni onları lentə yazmaq, daimi gərək işləyəsən, daimi çalışasan ki, necə deyirlər, fəaliyyətdə olasan da, yəni bu sənət dayanmağı sevmir. Həm də qarşımıza duran çox öhdəliklər var. Məsəl üçün, Leyli Məcnun səhnəsində məsələn oynamaq istəyərəm. Hal-hazırda yəni bizdə konservatoriyada Hafiz müəllim var, operanın bədii rəhbəridir, yəni orada rejissordur. Onunla bircə çalışırıq, məşqlər edirik. İnşallah yaxın gələcəkdə yəqin ki, inşallah o səhnəni mən də öz ifamla, öz necə deyirlər, sənətimizlə inşallah yəqin ki, ifa edərik. Mirəlim, sənin söhbət həqiqətən maraqlı oldu. Verilişimizin belə bir ənənəsi var ki, bizimlə kiçik bir ürəyindən gələn, ürəyindən keçən, qəlbindən keçən hər hansı bir mahnının bir hissəsini tamaşaçılarımız üçün səsləndirərdin, zəhmət olmasa. Saçın ucun hərməzlər, gülü sulu dərməzlər,
Saçın ucun hörməzlər, gülü gönçək dərməzlər, sar gəlin. Bu sevda nə sevdadır, səni mənə verməzlər. Neynim aman aman, neynim aman aman, sar gəlin. Bu sevda nə sevdadır, səni mənə verməzlər. Neynim aman aman, neynim aman aman, sar gəlin. Çox sağ ol Mirələm, dəvətimizi qəbul etdiyin üçün. Səninlə həmsöhbət olmaq həqiqətən bizim üçün xoş oldu. Təşəkkür edirik. Çox sağ olun, mən də minnətdaram. Öz adımdan, bütün muğam sevərlər adından minnətdaram ki, dəvət eləmisiniz. Mənim üçün də çox maraqlı oldu sizlə, necə deyirlər, üz-üzə müsahibə vermək, həmsöhbət olmaq. Təşəkkür edirəm bir daha, çox sağ olun. Bütün əziyyət olan hər bir kəsə. Çox sağ ol. Bəli, əziz tamaşaçılar, bugünlük verilişimizin də sonuna gəldik. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.